Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün bizim 7-ci dərsimizdir. Mən bu dərslərə görə, bu tədbirə görə qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə bir daha təşəkkür edirəm ki, bu şəraiti bizim üçün yaradıb. Bugün də sizə uğurlar arzulayıram və sözü Cavanşir müəllimə verirəm. Bugünkü dərsimizin müəllimi Cavanşir müəllim, buyur. İnşallah burada bugünlərin keçdiyimiz dərsləri görək necə öyrənəcək bu uşaqlar. Biz istərdim ki, biz biraz nəzəri cəhətdən dərsimizə davam edək. Çünki əvvəl ənənəvi olan öyrənirdik. İndi biraz nəzəri cəhətdən də görək bəzi nüanslara toxunarıq inşallah. Biz keçən dərsdə sizə sazın pərdələrinin adlarını, notlarını izah eləmişdim. Şimdi burada yenidən o hissəyə qaydarıq. Çünki nəyə görə? Hər bir alətin özünə məxsusluğu var, özünün öz səslənmə xüsusiyyəti var. Yəni o səslənmə xüsusiyyəti, kök quruluşu, onu bilmədən aləti ifa eləyə bilərik. Bəzən olur ki, elə istedadlı adamlarımız var ki, aləti çalır, amma bilmir kökü nədir, kanallığı nədir, hansı notda çalır, hansı notda ifa eləyir. Ona görə də biz bu yöndə də biraz araşdırma aparaq, öyrənək. İndi biz keçən dərs əvvəldən sazın quruluşundan tutmuş, bəzi məqamlara toxunmuşduq. Yenidən indi təkrar ilə əvvəldən başlayaq bir zehnimizi açıqlayaq. Gördüyümüz kimi uşaqlar, yəni sazın quruluşu necədir, onu izah eləyəcəm. Bax, saz ölçülərinə, quruluşuna görə 3 qrupa bölünür. Birinci, cürə saz, balecə saz. Bax, oğlumuzun sazı qədər sazlara cürə sazlar deyilir. Ana saz, orta sazdır. Normal ifa elədiyimiz sazların adı ana saz gedir. Tavar sazda meydan sazı. Yəni ki, keçmişdə ustadlarımız indiki kimi səs gücləndiricilər yox idi da. Yəni o məclisdə eşidilsin deyə daha gür səslənən sazdan istifadə edirdilər ki, sazlardan. Buna da tavar saz, meydan sazı deyilir. Yəni, saz haqqında kiminsə əlavə nəsə suallarda olanda buyursun, desin. Yəni, bildiyiniz ki, sazda neçə aşıq var? 8 yox. 8-9 aşıqlı sazdan istifadə edirik. Yəni, bu önəmlidir. Aşıqlar nə üçündür? O simləri müəyyən bir kanallıqda kökü saxlamaq üçündür. Yəni, sazın kəlləsinə yerləşən aşıqlara bildikdə qalacaq. Bilirsən, elə görə bilərsiniz, yoxsa? Görürsünüz, burada sazın bütün hissələrinin şəkili var. Bunu dərsdən sonra da serikopi eləyərsiniz, özünüzdə saxlayarsınız, gələn dərsdə daha ətraflı məlumat edərsiniz. Yəni, sazda pərdələr yerləşir, sazın sinəsi, qabırğaları necə düzəlirsə, onun hamısı bu səhifə 5-6-da izahatı verilir. Yəni, çox çətin bir şey deyil, sadəcə məlumatını bozur. Sazda simlərin adları. Bildiyimiz kimi, sazda simlərin 3 qrupa bölünür. Alt simlər, orta simlər, üst simlər. Bu alt simlər, üst simlər dəyişməz qalır kökünü. Eşidirsiniz? Yəni, diqqətiniz məndə olsun. Yəni, alt simləri köklədiksə, üst simləri, bunların kökü dəyişməz qalır. Amma orta simdə müvafiq aşıq havasına uyğun olaraq kök dəyişir. Yəni, səs yüksəkliyindən asılı olaraq
müxtəlif havalar var. Misal üçün, biri deyir ki, ruhani ifa eləmək istəyir, düzdür? Ruhani ifa edərkən sazımız baş göydənir. Biz yarım ton onu zilləşdiririk, gəlir düşür mi bemol notuna və o da kökün dəyişdiyinə görə orta simdə, yəni ona deyirlər köklənən simlər. Alt simlər, o üst simlərdə isə səs yüksəkliyi dəyişmir, dəyişməz qalır. Bu da çətin bir şey deyil. İzahını verdim. Növbəti dərsdə bu serikopiyasını eləyərsiniz bu kitabdan və gələk sazın kökləri. Sazda neçə kök var? Keçən dərs izah eləmişdim. Normalda ənənəvi qaydada üç kökümüz olur. Lap qədimi köklərimiz, baş kök, orta kök, şah kök. Baş kök segah muğamına əsaslanan muğam məqamında ifa olunduğuna görə ona segah ladığına düşür. Və o da müxtəlif havalarımız demək olar ki, bir çox havalarımız baş kökdə ifa olunur. Orta kökdə də həmçinin ruhani, diqqətiniz məndə olsun. Yəni, orta kökdə ruhani ifa olunur. Şah kök də ümumi kök sayılır. Orada hətta ruhani də ifa eləmək olar. Baş kök havaları, misal üçün, yanlış gərəmidə, digər havalarımızda ifa edir. Şah kök ona görə şah kök deyilir ki, keçmişdə aşıq dastan danışarkən, o dastanın müəyyən bir məqamında sazın kökünü dəyişməli idi. Uşaqlar, diqqətiniz məndə olsun. Yəni, o kökü dəyişən zaman məcbur idi ki, sazın kökünü dəyişsin vaxt itkisinə görə şah kökdə bütün havalarımız ifa olunaydı. Yəni, ona görə də şah kök əslində elə şah kök demək o deməkdir ki, yəni bütün havaları ifa edildiyinə görə şah kök deyilir. Amma hal-hazırda mövcud vəziyyətimizdə 6 kökdən istifadə edirik. Baş kök, burada qeyd olunur, baş kök, orta kök, şah kök, divani kök, çoban bayatı kök, digəri nə idi? Açıq kök. Açıq kökdə də şur muğamdan əsaslanır. Əsaslanan havalarımız açıq kökdə ifa olunur. Onun nümunə örnəyi də, misal Osmanlı divanisi deyirik. O hava həmin açıq kökdə daha dolğun, daha gözəl səslənir. Yəni, bu köklərlə bağlı kimin sualı var? Misal üçün, ansamblda ifa edərkən o kökləri dəqiq bilmək lazımdır ki, bizim kökümüz haradadır və yaxud da sazda pərdələrin adları var, notları var, onu bilmək lazımdır. Misal üçün, sazda birinci pərdəmiz, hamı diqqətlə baxsın, birinci pərdəmiz hansı nota əsaslanır? Birinci pərdə, birinci pərdə. Biri var baş pərdə, çox adam onu yanlış hesab edir. Birinci pərdə deyəndə baş pərdəni nəzərdə tutur. Amma baş pərdə deyil, birinci pərdə. Yəni, birinci pərdəmiz olur do deyil. Alt simdə açıq köklüydür do, birinci pərdə düşür do deyil, ikinci pərdəmiz düşür re, üçüncü pərdəmiz xaric pərdədir, yarım pərdə deyilir. Yəni, o bir növ çetvir tonlara istinad olunur da, yarım ton. Çünki nə yarım tondur, nə bir tondur. Yarım tondan da aşağı ton, yarımın yarısı, notun yarısı hesab olunur. O da sonra gəlir dördüncü pərdə urfani pərdəsi deyilir, adından da mi bemol pərdəsidir. Yəni, bundan mənə elə gəlir ki, siz biraz çətin kimi görünür. Elədir, yoxsa yox. 7 dənə əsas notumuz var. Biz
musiqi, heç bir musiqi notsuz deyil. Yəni, hansısa bir nota düşür. Yəni, bəzən olur ki, el arasında deyirlər ki, sazın notu yoxdur. Notsuz musiqi yoxdur, gənclər. Yəni, musiqi varsa, deməli, o hansısa bir nota düşür. Yəni, sadəcə şifahi ənənəli olduğuna görə saz sənətini dədə-babadan şifahi ənənəli, daha yüksək səviyyəli musiqi duyumu, istedadı olan adamlar bir-birindən öyrənir, eşitmə yolundan öyrənir, belə-belə nəsildən nəsilə davam edir. Amma bizim bu şifahi ənənə ilə bərabərlə not sistemini bilməyimiz vacibdir. Ona görə ki, not sistemini biliriksə, o bizim yazılı mənbəmiz olur. Gələcəkdə hər hansısa bir xarici dövlətin, xüsusən də bizim qonşu dövlətlərimizin bəzən bizim mahnılarımızı, xalq mahnılarımızı, aşk havalarımızı mənimsəyəndə biz sübut edə bilərik ki, bizim bu musiqilər bizimdir. Yazılı surətdə, əyani surətdə sübut edə bilərik. Əks halda bu bizim üçün yaxşı nəticə əldə olmaz gələcəyimiz üçün. Gələk, bu izahlarımı verdim sizə, düzdür. Burada müəyyən səhifə 5-6-dır, səhifə 10-12-dir, səhifə 16-17-dir. Bax, bu kitabda o səhifələri gələn indi dərsimizdən sonra hamı eləyir, bir-birinə surətini çıxardır, bir-birinə paylaşır. Yaxşı, indi biz keçdiyimiz dərsin əvvəlki dərslərimizdən başlayaraq biz səhv eləsəmsə görək onu başlamışıq birinci dərsimizdə. Ondan bir ay hissə məşq eləyək, növbəti dərsimizdən də yenidən o hissələrdə bir təşkil edək. Əgər uyğun olacaqsa, biz növbəti dərsimizdə bir dənə əlavə bir dənə aşk havasına müraciət etmiş olarıq. Amma belə ümumi baxımdan bizim dərsimizdə, yəni aşıq sənəti elə bir zəngin sənətdir ki, onu biz çalışdığımız qədər bir-birimizə qısa zamanda ötürməyimiz o qədər də asan deyil. Bizim diqqətimizi yönləndirək ki, görək nə dərs keçirik, yaxşı. Baxıraq ki, birdən diqqətiniz yayılır, çalışın ki, diqqətli olun. Biz başlayaq o birisi dərsi. Hazır dayansın. Nəydi? 3, 4. Bu havada demək olar ki, yaxşıdır nəticə. Ancaq çalışıb daha yaxşı öyrənmək lazımdır. Daha yaxşı öyrənmək lazımdır ki, barmaqlara diqqət edin,
daimi məşq edeyim. Çünki məşqsiz heç bir işə nail ola bilmərik. Yəni, bu öyrəndiklərimizi təkrar eləmək lazımdır, daim. Yəni, hər hansısa bir musiqini, bir var, bir neçə musiqini yarımçıq biləsiniz, bir də var ki, bir havanı mükəmməl biləsiniz. O, ondan daha üstündür. Çünki daha üstün öyrəndiyinizi növbəti havalarda, növbəti musiqilərdə daha da barmaqlarınız inkişaf eləmiş formada öyrənərsiniz. Bizim keçdiyimiz digər hava başqa verdiyini, ondan bəzi yerlər var ki, onu yaxşı alınmırdı. Onlar üzərdə diqqətlə baxın da. Oxuya bilərik, həm də ki, növbəti hissəni ifa edəcəyik. Sonra gəlirik bu hissəyə. Bunda bəzilərimiz zəif gedir, bəzilərimiz üzərində təşkil edir. Şimdi bir dənə də bir şey var ki, kimin əlavə ürəyindən hansı musiqi keçirsə, indi fərqli olaraq da, məsələn, biri var bu qrup şəklində, hamı öyrəndi, bəzi havalar var ki, elədik. Kiminsə ürəyindən keçən hansısa bir aşk havası varsa, onu da 2-1-2-1, 3-1-3-1 mənimsiyək.
içində bölüşək, görək kimlər istəyir. Həmin o formada da 3 nəfər, 4 nəfər bir yerdə də özünüz üçün qrup düzəldə bilərsiniz. Və yəni bu sənətin yaşaması üçün hər vasitədən istifadə edək ki, daha maraqlı olsun. Biz bir havada öyrənmişdik, Paşa Köşkü havasını bir də məşq edəcək heç öz yerindən. Bax, daha balacalar bir yerdə olsunlar. Bax, bu gözəl bağlar bir yerdə məşq eləmək üçün daha uyğundur. Məsələn, qızlardan ikiniz bir havanı seçə bilərsiniz. Mən bilsəm kələmi istəyirəm. Hansı? Yanlış kələmi. Yanlış kələmi. Biraz texniki vəziyyəti olan havaları daha geniş anlamda fikirləşəklər. Görək, texniki imkanları çox olan havalar yox. Biraz sadə variantlardan istifadə edir. Təbii ki, yanlış kələmini hamı istəyir. Hamı istəyir, hamı ürək istəyir. Hansı havalar sizi qane edir? Bax, Şirvan gözəlləməsi deyilir o havanın adı. Əslində Şakir gözəlləməsi də deyilir. Amma onu eləmək olar. Əslində o söz kəndimiz deyil o havanlar. Yəni onun yazımda sanlar ki, sözləri kəndimizdir. Həmin sözlər, həmin musiqiyə digər sözlər də olunur. Məsələn, məşhur çiçəklərin havası sözləri var ki, ona da həmin musiqinin həmin sözlərlə adlandırılır. Halbuki o havanın adı Şirvan gözəlləməsidir və yaxud da Şakir gözəlləməsi də deyilir. Yəni, Şirvan aşıq mühitinə aid olan bir hava. Şirvan gözəlləməsindən biraz keçək. Kim istəyir? 2-1, amma 2-2, 3-3. 3-3, biz üçümüz bir. Hansını istəyir? Bilmem ki, Hasan var. Kendimiz değil, Şirvan gözəlləməsi. Şirvan gözəlləməsi. Məsələn, hamının Qoca ürəyində... qartalı var. Ondan özellikle biliyorsunuz. Hamının ürəyindədir mi? Ben kendimizi şeyleyeyim. Şirvan gözəlləməsi. Kəndimiz yox, Şirvan gözəlləməsi. Ha? Bunun giriş hissəsi. Asta-asta göstərin, bax.
mizrabla belə sanki belə olmaz. Görürsən, bax. Bax, diqqət ol. Üstad mizrabla belə. İşte. Parmaqları yer, omzunu yer. Ay sağ ol. Hə, gördün? Burada çətin bir şey yok ki. Üstad, güzel el. Ay sağ ol. Hayır, üstad mızraq. Artıq heç nə eləmək. Üstad mızraq, parmaqlara diqqətli ol. Düzəldək birazdan. Gördün, aldı. Təsdiqin çətindir. Yox, aşağıda sigma. Üstad mızraqı. Yenə də eyni. Sən də gəlirsən buradan. Biraz da düzəldək, bir də gələk. Buradan. İndi buradan. Orada ikinci parmağa ihtiyaç yoxdur. Sadəcə düşürdük. Bir də gələk ha. Hamı diqqətinə baxın. Yəni, növbə sizə çatanda öyrənəcək, yaxşı. Yəni, bir-birinizi vəziyyətə versin. Yox, qulağa sat, bax. Gəlirik. Bir də əllərdən başlayaq. Hazır. Bax. Üstad mızraqı. Sağ olun. Ondan sonra ikinci gediş buradan başlayır. Burası. Üstad. Sonra gəlirik əsas. Burası. Ağ mızraqının. Əlin niyə belə gizləmsən ki? Bax, bilək düzgün iş. Buradan hələlik, sən başla görək. İndi bu hissəni, bax bu hissələri növbəti bu havanın növbəti dərsimizdə daha da mükəmməlləşdirərik. Növbəti dərsimizdə biz indiki keçdiyimiz dərslərdə keçdiklərimizi təkrarladıq və yeni də mövzular öyrəndik. Yəni bu mövzulardan hansılar idi? Sazın kökləri idi. Keçmişdə ustadlar, aşıqlar necə köklü idi, necə danışırdı. Bu mövzuda qısa da olsa məlumat verir. Əslində aşıq sənəti elə bir dərin sənətdir ki, onun hansı sahəsinə baş vursaq, onun saatlarımız yetməz, günlərimiz yetməz. Yəni keçmişdə də bir tələbə bir ustadın yanında ən azı 10 il yanında gəzirdi, hətta ona qulluq eləyirdi və sonda mükəmməl bir sənət sahibi olanda da
o simvolik olaraq, yəni ki, indi bəzən ola bilər ki, ustad elə hələ şagirdini şillə çəkir. Bir ustad şilləsi də zarafatyana bir ustad şilləsi vururdu ki, artıq sən ustadsan, get, özün sərbəst müstəqil yaşa. Növbəti dərsimizdə inşallah davamını keçərik və bəzi havalar, o digər keçdiyimiz hava Paşa Köşkündə məşq edəməmişik. İndi onu da digər dərsimizdə inşallah təkrar edəyik. Sağ olun, çox sağ olun ki, gəldiniz, öyrənirsiniz. Bu, belə də davam edin, hər sahədə öyrənməyə çalışın. Yəni, orta məktəbdə də, bütün dərslərimizdə də hər şeydən öyrənməyə